Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində suvarmanın yaxşılaşdırılması üçün meliorativ tədbirlərini 2026-cı ildə də davam etdirir. İdarə ötən il ərzində su itkisinin qarşısının alınması və suyun maneəsiz axınını təmin etmək məqsədi ilə suvarma kanallarında, o cümlədən kollektorlarda lildən təmizləmə işləri aparıb. Bununla yanaşı çay məcrasında 10.150 km uzunluğunda məcra təmizləməsi işləri görülüb. Yaz-yay suvarma mövsümü yekunlaşıb. Hazırda payızlıq dənli bitkilərin əkini aparılır. Sahələrin vaxtında suvarılması təmin etmək məqsədi ilə suvarma kanalları və kollektorlarda lildən təmizlənmə işləri aparılır. İdarənin balansında olan torpaq qazanma mexanizmlər vasitəsilə suvarma kanalları 260 km uzunluğunda suvarma kanalları lildən təmizlənməsi işləri həyata keçirilmişdir. Rayonda görülən meliorativ tədbirlər nəticəsində əkinçilik inkişaf edir. Bu da fermerlərin bol məhsul əldə etməsinə səbəb olur. Fermerlər əvvəlki illərdə olduğu kimi 2026-cı ildə də əkin sahəsindən yüksək məhsuldarlıq gözləyirlər. Fermer təsərrüfatına biz əkinçiliklə məşğuluq, ailəmizi əkinlə dolandırırıq. Keçən illəri 10 hektar yer əkmişik, suyun hesabına götürmüşdük 30 sentini. Bir ildə həmin yerdə buğda əkmişik. Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma suyunun itkisinin qarşısını almaq üçün torpaq məcralı kanallar beton üzlüyə alınır. Bu proses son illərdə artan templə davam edir. Su itkisinin qarşısının alınması və suvarmanın səmərəli aparılması məqsədi ilə ağalıq bir torpaq məcralı kanal 1.3 kilometrlik hissəsi beton üzlüklə əsaslı təmin olunaq beton üzlüklə əvəz olunmuşdur. Qeyd edək ki, Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi suvarma ilə bərabər əhalinin içməli su təchizatını da həyata keçirir. Rayonun Rəhimli kəndini içməli su ilə təmin edən nasosxanada olan nasosun fəaliyyəti dayandığı üçün yenisi ilə əvəz olunub. Taxtalar kəndində 500 metr məsafədə 32 mm polietilin boru çəkilərək əhali içməli su ilə təmin edilib. Görülmüş tədbirlər nəticəsində yaranan qəzalar tez bir zamanda aradan qaldırılıb və əhali içməli su ilə təmin olunub.